Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. İnsanların içərisində mənə ən sevimli olan şəxs Fatimədir. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Bilirsiniz ki, əyyam günləridir. Yəni, xanım Fatimi Zəhra salamullahu aleyhanın şəhadət günləridir. Və bu şəhadət münasibəti ilə başda zamanəmizin sahibi olmağıyla bütün möminələrə baş sağlığı ərz edirik. Allahın izni ilə keçirik bugünkü dərsimizə. Şəriət hökmlərində namaza gəldik, çatdıq. Namazın müqəddiməsi, yəni başlanğıcında qeyd olunur ki, yaxşı olar insanlar namazın fəziləti, onun savabları barədə, Quranda namaz haqqında olan ayələrdən, hədislərdən öyrənsinlər, oxusunlar və onları öz həyatlarında tətbiq eləmək yolunda çalışsınlar. Bu, namazın giriş hissəsidir. Namaza aid hökmlərə isə biz xüsusi yanaşmalıyıq. Çünki namaz əsas əməllərdəndir ki, qiyamətin günündə deyir ki, sizdən soruşulacaq əməllərdən biri də, hətta ən əvvəlincisi namazdır. Əgər namazı qəbuldursa, digər əməllərə keçilir. Yox, namazı rədd olundusa, yəni qəbul olunmadısa, digər əməllərə də keçilmir. Bu qədər əhəmiyyətli bir mövzudur namaz və biz də mütləq namazın doğru düzgün yerinə yetirilmə qaydasını öyrənməliyik. Şəriətdə qeyd olunur ki, vacib namazların sayı 6 ədəddir. Söz yox, gələcəkdə biz onların hansı vaxtlarda vacib olduğunu diqqətinizə çatdıracağıq. Birinci, gündəlik namazlar. İkincisi, ayət namazı. Üçüncüsü, meyyit namazı. Dördüncüsü, Kəbə evinin vacib təvafının namazı. 5. Dünyadan köçmüş atanın böyük oğluna vacib olan qəza namazı. Altıncısı da isə nəzir, əhd və yaxud and vasitəsilə insana vacib olan namazlar. Başlayaq gündəlik vacib namazlardan. Gündəlik vacib namazlar 5 dənədir. 2 rükətli sübh namazı, hər biri 4 rükət olmaqla zöhr və əsr namazı, 3 rükətli şam və yaxud da məğrib deyilər namazı, 4 rükətli işa və yaxud da xiftən deyilər namazı. Gələcək məsələlərdə qeyd eləyəcəyik ki, 4 rükətli namazlar səfərdə, yəni müsafir olduğumuz yerlərdə 2 rükət qılınacaq. Zöhr və əsr namazının vaxtları. Zöhr və əsr namazının vaxtları qədimdə alimlər şəriət kitabında qeyd eləyibdir, necə ölçülürdü. Bir çubuğu yerə bastırırdıq və günün onun ətrafında dolaşması ilə biz onu ölçürdük. Bu öz yerində, yəni istəyən onu şəriət kitablarından oxuya bilər. Amma biz müasir dövrdə təbii ki də azan vaxtı proqramlarından istifadə edirik. Bu səbəbdən biz ən etibarlı azan proqramlarına müraciət etməliyik. Yəni zöhr və əsr namazının girmə vaxtını öyrənmək üçün ən etibarlı azan proqramları hansıdırsa, namaz vaxtı proqramları hansıdırsa, ondan istifadə etməliyik. Zöhr namazını qılmayan və səhvən əsr namazına başlayan şəxs əsr namazının daxilində başa düşsə ki, mən zöhr namazını qılmamışam, onda elə namazın içində niyyətini çevirə bilər. Yəni, niyyətindən keçirdəcək ki, indiyə qədər qıldığım bütün bu hərəkətlər, yəni rükətlər zöhr namazına aiddir. Namazını tamamladıqdan sonra isə əsr namazını qılacaq. Şam və işa namazlarının da vaxtı yenə biz qeyd elədik ki, etibarlı azan proqramlarından öyrənmək olar. Amma burada müxtəlif bir yol da var, o şəriət kitabında qeyd olunubdur. Məğrib namazının vaxtı gün batandan sonra gün çıxan yerdən hərəkət edən qırmızılıq, o başın üzərindəki olur, onun gün batan istiqamətə keçməsindən sonra məğrib namazının vaxtı daxil olur. Və məğrib işa namazlarının vaxtı ixtiyari halda gecə yarısına qədər davam edir. Amma üzürlü bir şəxs üçün, məsələn, unudubdur
və yaxud da ki, yatıb qalıbdır. Bu və bunun kimi səbəblər daxilində şam və işa namazlarının vaxtı sübh azanına qədər uzanır. Əgər kimsə səhvən işa namazını şamdan əvvəl qılsa və namazdan sonra başa düşsə ki, şamı qılmayıbdır, onun qıldığı işa namazı doğrudur. Amma işa namazının ortasında yadına düşübdür ki, yox, mən hələ şamı qılmamışam, onda elə zöhr və əsr namazında dediyimiz kimi. Həmin o insan namazın daxilində niyyətini dəyişəcək və deyəcək ki, mən indiyə qədər qıldığım namaz şam namazı sayılsın. Əgər ixtiyarı özündə olduğu halda şam və işa namazlarını qəsdən gecə yarısına qədər qılmayan şəxs o namazların niyyətində qəza və yaxud da ki, əda, yəni öz vaxtının niyyətini eləməyəcək. Sadəcə niyyətində deyəcək ki, boynumda olan şam namazını qılıram qurbətən ilallah və boynumda olan işa namazını qılıram qurbətən ilallah. Sübh namazının vaxtı. Sübh namazının vaxtı şəriət kitablarında qeyd olunur ki, gün çıxan tərəfdən bir ağartı əmələ gəlib və o ağartı yayılır. O ağartı yayılan vaxtı artıq sübh namazının əvvəl vaxtı hesab olunur. Sübh namazının axır vaxtı isə günəşin çıxdığı vaxtdır. İnsan namazın vaxtının girdiyinə yəqini olsa və yaxud da ki, bir nəfər sözünün əksi güman olunmayan ədalətli şəxs ona xəbər versə ki, bəli, namazın vaxtı daxil olub, o namazına başlaya bilər. Bir neçə səbəblər üzündən insan namaz vaxtının daxil olub olmamasında şəkk eləsə, yəni yəqin olmasa, onda o şəxs ta xatircəm olana qədər və namaz vaxtının girdiyini əmin olana qədər gözləməlidir. Əvvəlcə qeyd etdiyimiz yollardan birinə əməl edən şəxs namazın əvvəl vaxtının girdiyinə əmin olsa və namazını qılsa, namazdan sonra başa düşsə ki, xeyr, namazı vaxtında qılmamışam, hələ vaxt daxil olmayıb, o kəsin namazı batildir. Namazın vaxtı dar olan şəxs, yəni qəzaya getməyinə az qalıbdır. O, müstəhəbləri yerinə yetirməklə namazın vaxtının bir hissəsi qəzaya gedəcəksə, onda o həmin o bəyənilən işlər ki var namazın içərisində, qunut tutmaqdır, o hər rükətin arasında Allahu Əkbərlər deməkdir, onları ixtisar eləyəcək və bunun kimi bir neçə namazın daxilində olan o bəyənilən əməlləri ixtisar edəcək və namazını, vaciblərini yerinə yetirərək qılacaq. Namazın qəzaya getməsinə bir rükətlik vaxt qalıbdırsa, yəni qılacağımız o namazın bir rükətini biz öz vaxtında qıla biləcəksə, məsələn, sübh vaxtıdır, gün çıxmaya 2 dəqiqə qalıb və yaxud 3 dəqiqə qalıb. Həmin o 2 rükətin bir rükətini biz öz vaxtında qıla biləcəksə, yəni gün çıxmaya qədər, onda o namaz qəza sayılmaz, yəni ona şəriətdə deyərlər əda, yəni öz vaxtı niyyəti ilə qılacağıq. İstər digər namazlar da bura daxildir. Məsələn, əsr namazıdır, 4 rükətlidir, amma 2 dəqiqə qalıbdır. Mən əgər onun bir rükətini öz vaxtında qıla bilirəmsə, o zaman o namaz qəza sayılmayacaq, yəni əda niyyəti ilə qılınacaq. Amma alimlər qeyd edir ki, namazı bilərəkdən bu vaxta qədər uzatmaq icazəli deyil. Namazları əvvəl vaxtında qılmaq bəyənilən və yaxşı əməldir. Amma bəzi istisnalar var ki, əgər fəzilətli vaxtının çıxmaması şərti ilə cəmaət namazı bir qədər gecikəcəksə, onda onun cəmaət namazını gözləməsi yaxşıdır. Namazının vaxtı geniş olan şəxs, əgər borc yiyəsi ondan borcunu tələb eləsə, onda mümkün olduğu surətdə insan gərək əvvəl o borcu ödəməli, ondan sonra namazını qılmalıdır. Namazın vaxtları haqqında bugünkü dərsimiz burada yekunlaşır. İnşallah gələcək dərslərdə namaza aid digər hökmləri davam elətdirəcəyik. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.